Koç, imkan və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı gündür. Dünya görüşünüzü, intellekt və biliklərinizi göstərin. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, iradəli, qətiyyətli olun. Günün ikinci yarısında səhv etməkdən çəkinməyin. Məqsədə doğru sürətlə hərəkət edin. Negativ fikirlərdən qurtulsanız, yaxınlarınızla münasibətlər inkişaf edəcək. Köhnə və zərərli vərdişləri unutmaq gərəkdir. İdmanla məşğul olun. Daha aktiv həyat tərzi seçin. Buğa, yeni layihəyə başlamaq, habelə yarımcıq işləri bitirmək üçün münasib zamandır. Dərhal uğur əldə etmək asan deyil, lakin dürüst istiqamətdə olduğunuza şübhələnməyin. Yeni tanış olduğunuz insanla əməkdaşlığınızın perspektivi pis deyil. Həmin şəxs etibarlı tərəfdaşa çevrilə bilər. Günün ikinci yarısında problemlərinizin həlli üçün rəsmi instansiyalara və dövlət qurumlarına üz tutun. Yaşlı qohumlardan birinə köməyə hazır olun. Maraqlandığınız insanla görüş ola bilər. Əkizlər, bilik və bacarıqlarınızdan maksimal dərəcədə bəhrələnin. Yeni sifarişçilərlə danışıqlar zamanı uzunmüddətli əməkdaşlığın perspektivlərini müzakirə edin. Anlaşmalar gəlir verəcək. Maliyyə məsələləri şəxsi münasibətlərdə də çətinliklər yarada bilər. Ailə büdcəsindəki nüansları təhlil edin, qənaət yolları arayın. Xərçəng, təcrübənizdən yararlanaraq işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Gündəlik qayğılar və həllini tələb edən məsələlər rutin təsir bağışlamasın. Maniyələri dəf edərək seçilmiş istiqamətlə irəliləyin. Diqqətli olun, səhv riski var. Fəsadların aradan qaldırılması xeyli vaxt ala bilər. Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər gözləməyin. Rəqiblərdən biri ilə barışığa hazır olun. Kompromislərə meyilli davranışda xeyir var. Ailədə sakit və rəvan mühiti aqressiv addımlarla, düşünülməmiş qərarlarla pozmayın. Şir, yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Başladığınız işləri yarımçıq qoymayın. Ən çətin, geniş miqyaslı işin öhdəsindən gələ bilərsiniz. Amma bilin ki, yeni layihəyə start vermək fikrinə düşsəniz, problemlər və məşəqqətlərlə üzləşəcəksiniz. Dəyər verdiyiniz insan günün ikinci yarısında sizi dəstəkləməyə hazırdır. Yaxınlarınızla münasibətlərdə inadkar olmayın. Qaba davranış mübahisələr yaradacaq. Ailə üzvləri ilə sərt danışmayın. Qız, aktiv olun. Mümkün qədər çox işin öhdəsindən gəlməyə çalışın. Fəaliyyətinizdə nizam və qayda olmalıdır. Vurnuxma ilə tələskənlik yol verilməzdir. Ən mühüm, önəmli saydığınız işə başlayaraq, önəmsiz məqamları bir kənara ata bilərsiniz. Günün ikinci yarısında ailə qayğıları və məişət problemlərini təxirə salınmaz şəkildə həll etmək gərəkdir. Yaxınlarınızla münasibətlərdə aqressiyaya yol verməyin. Mənasız şübhələr və qısqanclığın fəsadları pis ola bilər. Özünüzü qoruyun. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Səhhətinizdə problemlər yarana bilər. Tərəzi, gerçəkdən də yaxşı nəticələrə nail olmaq üçün ciddi şəkildə çalışmalısınız. Təcrübə mübadiləsi, yeni biliklərin əğz olunması, alınan informasiyaların təhlili üçün münasib zamandır. Məqsədə doğru sürətlə irəliləyin. Şirinlikləndirici vədlərə aldanmayın. Günün ikinci yarısı uzun müddətdən bəri sizinlə yanaşı olan insanla ünsiyyət üçündür. Yeni tanışlıqların uzun müddətli perspektivi yoxdur. Səhhətinizə fikir verin. Depressiyaya qapılmayın. Əqrəb, qəti qərar verməyə tələsməyin. Situasiyanı diqqətlə təhlil edin. İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə tənzimlənmiş, ölçüb-biçmiş addımlar atın. Xüsusi diqqət və konsentrasiya tələb edən məsələlərin həlli bir qədər fasilə tələb edir. Daha asan işlə məşğul olun. Günün ikinci yarısında problemlərə fərqli prizmadan baxaraq səhih qərar verin. Hisslərə qapılsanız, sevdiyiniz insanda qıcıq yaradacaqsınız. Mənasız mübahisələrə yol verməmək üçün dəyər verdiyiniz insanı maraqlandıran nüansla maraqlanın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Ox atan, niktim olun. Kiçik problemləri süni şəkildə böyütməyin. Bir sıra çətinlikləri sakit, tələskənlik olmadan həll edə bilərsiniz. Zəiflik etsəniz, hərdəm xiyal olsanız, geriləmə qaçılmazdır. Əhvalınız pisləşməsin.
Günün ikinci yarısında sizdə rəğbət oyatmayan insanlarla qarşılaşacaqsınız. Ötənlərdəki münasibətlərin indiki yaşamınıza ciddi təsir etməsinə imkan verməyin. Olanları sadəcə həyatınızın keçmiş mərhələsi sayın. Hər şey yaxşı olacaq. Oğlaq, mürəkkəb olduqlarına görə və ya vaxtınızın azlığına görə indiyədək sürəkli ertələdiyiniz işlərin öhdəsindən gələ bilərsiniz. Maraqsız hesab etdiyiniz proses gəlir vəd edir. Siyasət, fəlsəfə və ya kompüter bilikləri sahəsində yeni məlumatlar əldə edə bilərsiniz. Günün ikinci yarısında dəyər verdiyiniz insanla ünsiyyət xoş hisslər vəd edir. İş problemlərini ailə üzvləri ilə müzakirə edin. Onların ehtiyaclarını, tələbatlarını nəzərə alın. Axşam saatlarında normal istirahət edin. Doluça, həmfikir və ya müttəfiqləri qeyri-formal şəraitdə araya bilərsiniz. Bugünədək müttəfiq hesab etmədiyiniz insanla tərəfdaşlıq mümkündür. Birgə fəaliyyətdə fayda var. Məqsədə doğru hərəkətdə inandığınız insanın məsləhətlərindən yararlanın. Günün ikinci yarısında ağır, çətin işi yarımçıq qoymayın. Aldığınız sifarişi yerinə yetirin. Vədlərinizə xilaf çıxmayın. Dostlarla görüş pis keçməyəcək. Qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. İstirahəti qulaq ardına vurmayın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Balıqlar, günün ilk yarısı peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Sifarişləri unutmayın. Belə də maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz. Günün ikinci hissəsində şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbirli olun. Ünsiyyətdə harmoniyaya nail olun.